şehitlerimizin ruhunu şad eylesin. Bugün Tovuz rayonunun Uzqar kəndindən olan Qaralar kəndindəyik və burada yeni Azərbaycan bayrağının dalgalandığını gördüm. Zaten bilirdim burada bir şehidimiz var 1. Qarabağ müharibəsindən. Hüseynov Mənaf Tağoğlu ruhun şad olsun. Şehitler qürurumuzdur, şehitler baş tacımızdır. Mən onu da buradan vurgulamaq istəyirdim ki, 1. Qarabağ müharibəsinin şəhidləri əvəz olunmaz, əziyyətli, zülümlü vaxtlarda Azərbaycan Respublikasının yeni özünü tanımaq istədiyi bir vaxtlarda, o çətin günlərdə Azərbaycan büdcəsi olmayan silahsız vəziyyətdə silahlı illər boyu silahlanmış, silahlı Rus ordusunun üstünə ayağı yalın, silahsız gedən şəhidlərimizdir. Ruhunuz şad olsun. Sizlerin heç bir zaman əziyyətiniz ödənilməz. Sizler vətən, qeyrət deyərək bizlərin ana bacılarımızı qorumağa qalxdınız. Allah ruhunuzu şad eləsin. Bugünkü günü 44 günlük 16 aprel döyüşləri və başka vaxtlarda şəhid olan şəhid qardaşlarımızın analarını, bacılarını qoruyan qardaşlarımız, Allah ruhunuzu şad eləsin. 44 günlük vətən müharibəsində həmən o ana bacıların evlatları da sizlərin qisasınızı aldı. Ruhunuz şad olsun.